Bəli, bəli, bəli dəyərli dostlarımız, sən demə, dünyanın da xəmri sevgi ilə yoğurulub, məhəbbətlə maylanıbmış. Bəlkə elə ona görə də bülbüllər də məhəbbət həsrətindən qovrula fəryad çəkib oxuyar. Pərvanələr eşq oduna yanar, Qeys öz leylisi üçün məcnunə dönər, Kərəm əslisi üçün yanıb kül olar. Deyirlər şahlar da eşq yolunda təxtindən keçər, Məcnun dəli olub vaxtından keçər. Amma bugün gözəl bəyimiz nə şah oldu, taxtından keçdi, nə məcnun olub vaxtından keçdi, neylədi? Köroğlu oldu, nigarı ilə qovuşdu. Nəbi oldu, həcəri ilə qovuşdu. Bugün o gözəl bəyimiz öz sevdiyi gözəl ilə qovuşdu.